10-16 Mart 2025 il üçün bürclərin qısa proqnozları aşağıdakı kimidir. Qoç, enerji dolu bir həftə sizi gözləyir. Yeni layihələrə başlamaq üçün əlverişli zamandır. Buğa, ruhunuzu qidalandıran fəaliyyətlərə yönəlin. Davam edən layihələri nəzərdən keçirmək üçün yaxşı vaxtdır. Əkizlər, ünsiyyət bacarıqlarınız ön planda olacaq. Şəbəkə qurmaq və yaradıcı əməkdaşlıqlar üçün ideal zamandır. İntuisiyanız güclənir. Peşəkar həyatınızda problemləri qabaqcadan görmək qabiliyyətiniz artacaq. Dinamik dəyişikliklər sizi gözləyir. Liderlik bacarıqlarınızı istifadə etmək üçün əlverişli zamandır. Detallara diqqət yetirin. Peşəkar həyatınızda dəqiqlik tələb olunur. Tərəzi. Balans və harmoniya axtarışındasınız. Şəxsi münasibətlərinizdə tarazlığı qorumağa çalışın. Əqrəb, dərin emosional əlaqələr qurmaq üçün əlverişli zamandır. Gizli qalan məsələlər üzə çıxa bilər. Macəra ruhunuz canlanır. Yeni təcrübələr və səyahətlər üçün ideal zamandır. Oğlaq, karyeranızda irəliləyişlər mümkündür. Əzmkarlığınız mükafatlandırılacaq. Dolça yaradıcı ideyalarınız ön planda olacaq. Sosial dairəniz genişlənə bilər. Balıqlar, daxili aləminizə yönəlin. Meditasiya və özünü dərk üçün əlverişli zamandır. Daha ətraflı məlumat üçün aşağıdakı videoya baxa bilərsiniz.